الحمد لله رب العالمين والعاقبة للمتقين والصلاة والسلام على سيدنا خير محمد خير خلق رب العالمين وعلى آله وأولاده وأزواجه وأصحابه غر الميامين المحجلين ومن تبعهم بإحسان إلى يوم الدين. اللهم أخرجنا من ظلمات الوهم وأكرمنا بنور الفهم وافتح علينا بمعرفة العلم وسهل أخلاقنا بالحلم واجعلنا ممن يستمعون القول فيتبعون أحسنه. اللهم لا سهل إلا ما جعلته سهلا وإن شئت جعلت حزن سهلا بقدرتك يا أرحم الراحمين. اللهم أرنا الحق حقا وارزقنا اتباعه وأرنا الباطل باطلا وارزقنا اجتنابه. اللهم ربي اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. أما بعد، قال الله سبحانه وتعالى في كتابه الكريم: قد أفلح المؤمنون. الآيات المتتالية. Selamun Aleyküm ve Rahmetullah ve Berekatuhu. Əzizlər, Allah Subhanahu ve Taala bizlərin üzərinə rəhmət və bərəkət qapılarını açsın. Allah azimüşşan öz lütfi inayətini La ilahə illallah deyib, onu tanıyıb, ona boyun əyən heç bir qulunun üzündən əsirgəməsin. Allah bizləri sözün xeyirlisinə qulaq asıb, hamısına qulaq asıb, ən xeyirlisinə əməl eləyənlərdən eləsin. Allah Subhanahu wa Taala əxlaqımızı hilm nurundan yumşatsın, elmimizi artırsın, üzərimizə xeyirli əməl qapılarını açıb, o əməlləri işləməyə bizləri müvəffəq eləsin. Keçən söhbətlərimizdə tövhiddən danışdıq və tövhid mövzusunu bacardığımız qədər 3 söhbətə yerləşdirməyə çalışdıq. Amma tevhid mövzusu heç şübhəsiz 3 söhbətə yerləşəcək bir mövzu deyil. Ona görə də düşündüm və bu mövzunun tətimmə deyər ərəblər tamamlayıcısı olaraq bu mövzunu toparlayıb daha ətraflı sizə çatdırmaq adına başqa bir yerdən eyni mövzunun davamını sizlə bölüşəcəm inşallah. Allah sağ elədiyi müddətcə, Allah verdiyi qədərincə sizlə çalışmağa, bölüşməyə çalışacağıq. Çünki mövzu qısa deyil, mövzu böyük mövzudur, geniş mövzudur. Allah sizlərə səbir, təmkin, bizlərə də tövfiqiyyət versin öz rəhmət və bərəkətindən. Buyurduq ki, Allah Subhanahu Taala kitabında buyurur: "Qad əfləhəl mu'minun." Müminlər nəcat tapdılar, fəlah tapdılar. Bu surə, məqsədim bu Müminun surəsini tamamilə sizlə Müminun surəsi ətrafında söhbət eləməkdir. Heç şübhəsiz bir surə bir söhbətə yerləşməyəcək. Ona görə səbirlə davam edəcək inşallah. Quran-ı Kərimdə əzizlər belə bir hikmət var. Üləmamız bunu təsbit eləyibdir, yeni bir şey yoxdur ortada. Sonraki surənin əvvəlki surə ilə bağlılığı. Əvvəlki surə Mömin surəsindən əvvəl hansı surə gəlir? Həc surəsi. Həc surəsindən sonra Müminin surəsinin gəlməsindəki hikmət nədir? Bu surələrdə var, hətta ayələrdə belə vardır. Bu ayədən sonra bu ayənin gəlməsində hikmət nədir? Buradan yəni başlamaq istəyirəm əzizlər. Həc surəsinin axırından əvvəlki ayəsində Allah Subhanahu wa Taala buyurur: "Ya eyyuhellezine amenu irka'u vescudu wa'budu rabbakum vef'alul hayra leallekum tuflihun." Ey iman eləyənlər! Ya eyyuhellezine amenu irka'u vescudu li rabbikum. Ey iman eləyənlər! Rəbbinizə səcdə eləyin, rüku eləyin
وَفْعَلُوا الْخَيْرَ və yaxşı əməl işləyin. لَعَلَّكُمْ تُفْلِحُونَ Ola bilər ki, nəcat taparsınız. Üləmamız buyurur əzizlər, ayət-i kərimədə möminlərin əməllərindən möminlər necə davranmalıdır? Dediyim kimi, əvvəlki söhbətlərimizdə danışmağa çalışdıq, mücməl şəkildə, toparlı olaraq. Allah subhanahu wa ta'ala o haqqında danışdığımız haqqınla olan möminlərə quru qovğadan, quru sözdən kənar olub, haqqınla imanın tələbi olaraq əməlini üzə çıxartmağa çalışan möminlərə xitab edir. Yə əyyuhəl-ləzīnə əmənu Ey iman eləyənlər! İrkə'u və sücudu Rüku və səcdə eləyin. Rüku eləyin, səcdə eləyin. Yəni, namaz qılın. Yəni, namaz qılın. Vəf'əlul xeyra Xeyir əməllər işləyin. Namaz qılar və xeyir əməllər işləyərsinizsə, nə olar? Nə qazanarsınız? Ləalləkum tuflihun Ola bilər ki, mümkündür ki, nəcat tapasınız. Nədən? Əzabdan və Allahın qəzabına düçar olmaqdan. Ləallə ərəb dilində istək, arzu hərfi deyərlər bu nəzlər. Yəni, rica, hərf-ü rica deyərlər. Yəni, ləallə səyəti. Məsələn, ərəbdə ki, güman eləyirəm və istəyim odur ki, filan adam gələcək. Ola bilər ki, gəlsin. Ola bilər ki, gəlsin deyəndə də bir var ki, deyirəm, ola bilər gəlsin, amma gəlməyəcək düşünürəm. Amma ləallə deyəndə gələcək deyə düşünürəm. İzah edə bildim mi, bilmirəm. Ləallə sözü ərəb dilində bu mənanı bildirir. Hər hansı bir hadisənin olmasını arzu eləyir və olacağına, yəni güməni vardır. Deyil olmayacağına. Ləalləkum tuflihun Ondan sonra Allah subhanahu wa ta'ala əzizlər Müminin surəsini başlayır. Nə ilə başlayır? Qad əfləhəl müminun Qad ərəb dilində hər hansı bir hadisənin, hər hansı bir feilin, hər hansı bir hərəkətin tam olub bitməsinə deyər. Baxın, oxuyuruq, hər gün namazda oxuyuruq. Qad qamətis saləh Artıq namaz başladı. İmam buraya çıxmamış, səhvdə dayanmamış. Qad qamətis salah deyilirmi? Yox. İmam qarşıya çıxanda, imam göz önünə çıxanda artıq iqamə oxunur. Artıq namaz başladı, hər iş dayandı. Qad hər hansı bir feilin artıq baş verməsinin mənasını özündə toplayan bir hərfdir ərəb dilində. Allah subhanahu ta'ala buyurur, Qad əfləhəl müminun Əvvəlki ayəni düşürük, ola bilər ki, fəlah tapasınız. Allah təsdiq eləyir. Bəli, müminlər fəlah tapmışdırlar. Tapdılar müminlər fəlahı. Müminlər fəlah tapdılar. Müminlər nicat tapdılar. Müminlər Allahın qəzəbindən və cəhənnəmin əzabından xilas oldular. Müminlər. Kimdir o müminlər? Kimdir o mümin? Onun vəsfi nədir? Əlaməti nədir? Adı var bir dənə mümin. Odur mu sadəcə? Onu Allah subhanahu wa ta'ala davamındakı ayələrdə izah eləyir. Əl-ləzinə fi salatihim xaşi'un Baxın əzlər. Yə əyyuhəl-ləzinə əmənu İrkə'u və sücudu Ey iman eləyənlər, rüku və səcdə eləyin. Qad əfləhəl müminun Əl-ləzinə hum fi salatihim xaşi'un Müminlər, Allahın mümin deyə xitab elədikləri və namazında xuşu içində olanlar fəlah tapdılar. Nicat tapdılar. Birinci əlamət, mümin namazında xuşu içərisində olandır. Xuşu nədir? Daima dəfələrlə bunun haqqında söhbət eləyirik, danışırıq, izah eləməyə çalışırıq və hamımızın bu sual başımızda var. Xuşu nədir? Namazda xuşum yoxdur, xuşu ilə namaz qıla bilmirəm, xuşumu pozdular. Nədir bu xuşu? Xaşəə ərəb dilində qorxmağa dərəzdir. Xaşətil əsvat, qorxudan sakit dayanmağa deyər. Qorxudan sakit dayanmağa deyər. Xuşu budur.
Her şey susur, korkudan susur. Huşu budur. Müminler fəlah tapdılar. O müminler ki namazlarında huşu içerisindediler. Yani eli de, ayağı da, gözü de, kolu da, gıçı da, bütün əzası zahiren, qəlbi də, ruhu da, nəfsi də, düşüncəsi də batinen huşu içerisindədir, qorxu içerisindədir. İndi baxın, görün, sizin əlamətiniz, bizim əlamətimiz namaz qılarkən buna uyğundurmu, deyilmi? Uyğundurmu, deyilmi? Ona görə üləmamız dedi ki, namazda 3 dəfə, bir rükün ərzində, bir rükündə 3 dəfə bir yerini dalbadal qaşımaq caizdir. 4-cüyə keçdinsə namaz pozuldu. Niyə? Çünki sərbəsti hiss eləyərsən. Namazdakı xuşu incəliyini özün daxilində mən hərəkət eləyərəm sərbəstliyini oturdarsan təfəkkürünə, ondan sonra namazın xuşusu qaçar. Niyə? Gah buranı qaşıyacaksın, gah paltarını, gah belini, gah namazın xuşusu qaçdı. Müminlərin birinci əlaməti namazı xuşu içərisində qılmaq. Hətta salihlərdən bu barədə belə bir söz deyənlər var əzizlər. Təbii bu fətva deyil. O zaman heç asımızın namazı doğru olmaz o sözə görə əsas alsaq. Namaz zamanında sağındakı və solundakının kim olduğunu bilənin namazında xuşusu yoxdur, dedi salihlərdən bəzilər. Namaz qılarkən məscidin bir divarı uçardı, onların xəbəri olmazdı. Xuşu odur. Bizdə nədir? Bizdə xuşu yoxdur. Xuşu adına çəkişmə var, xuşu adına bir-birinin namazında qüsur axtarma var. Bir-birinin davranışında problem axtarma var. Amma Allah deyir ki, namazında xuşu sahibi olanlar fəlah tapdılar. Onlar nicat tapdılar. İkinciləri kimdir? وَالَّذ۪ينَ هُمْ عَنِ اللَّغْوِ مُعْرِضُونَ O kəslər ki, ləğvdən irad eləyərlər, üz çörərlər. Ləğvdən üz çörərlər. Nədir bu ləğv? Ləğv nədir? Ərəb dilində ləğv sözünün mənası faydası olmayan hər bir əməl və söz. Faydası olmayan hər bir əməl və söz ləğvdir. Resulullah sallallahu aleyhi ve sellem'den İmam Tirmizi rivayet eləyir. Husnul İslamil mer'i terkuhu ma la ya'nihi. Bir müsəlmanın imanının gözəlliyi ona ait olmayan şeyləri tərk eləməsidir. Bugün müsəlmanlar olaraq, İslam cəmiyyəti olaraq ləğvdən başqa bir şeylə məşğul yıxsa elhamdülillah. Namazımız ləğv, Quran oxumağımız ləğv, məscidə gəlişimiz ləğv, məsciddə oturuşumuz ləğv, evimiz ləğv, yolumuz ləğv, hər halımız ləğv. Deyəcəksiniz ki, niyə böhtan danışırsan, niyə biz ittiham eləyirsən? Namazımızda ləğv yoxdur. Namazımızda ləğv çoxdur. Dediyim kimi, orasını qaşıyır, burasını qaşıyır. Namazda baxırsan ki, ən müxtəlif əcaib hərəkətlər eləyir. Ləğvdir, lazımsızdır. Bir insan qaşınacaqsa, orqanizmdir, təbii bir haldır, fizyoloji bir prosesdir. Qaşınacaqsa 3 dəfə belə eləyərsə, o sakitləşdirər onu. Adam namaza başlayır, qaşınmağa başlayır, namaza qutardı, qaşınmaq qutardı. Ləğvdir, faydasız bir şeydir. Bu da müminin vəsfi deyildir. Bu da müminin vəsfi deyildir. Məsciddə oturuşumuz ləğvdir. Ləğvin də pisidir, qeybət var, qeybət. Məsciddə qeybət bazarı var. Ləğvdir. Məsciddə ticarət var. Ləğvdir. Məsciddə dünya söhbəti var. Ləğvdir. Məsciddə Allah və Peyğəmbərini xatırlatmaq üçün, zikir eləyib dünya ahirəti yada salmaq üçün 3 dəqiqə ayrılırsa,
Yoxdur deyil, Allah qorusun, vardır, haqları zayi eləmirik. Amma ona 3 dəqiqə ayrılırsa, ləğvə yarım saat ayrılır. Ləğv bu dəzdər. Möminlər də ləğvdən arxa çevirər, ləğvə yönəlməz. Ləğv budur. Növbəti ayədə nə buyurur Allah Subhanahu taala? وَالَّذِينَ هُمْ لِلزَّكَاةِ فَاعِلُونَ O kəslər ki, zəkatı eləyərlər. Zəkata biraz dəqiq tərcümə eləməyə çalışacağım əzləri. وَالَّذِينَ لِلزَّكَاةِ فَاعِلُونَ O kəslər ki, zəkat üçün işləyərlər. Lizzəkat, zəkat üçün işləyərlər. Yəni, əməlləri, davranışları zəkat vermək üçündür. Baxaq əzlər, görək biz çalışırıq. Əməlimiz, davranışımız zəkat üçündürmü, yoxsa zəkatımız dünyanı qazanmaq üçündürmü? Görək nə tərdir? Hal-hazırda əgər bir insan qayğısı, düşüncəsi ahireti qazanmaq deyilsə, bir insan Quran oxumağı öyrənir ki, evində bərəkət olsun. Bir insan Quran oxumağı öyrənir ki, cin şeytan ona toxunmasın. Bir insan Quran oxumağı öyrənir ki, Quran oxusun, pul alsın. Bir insan Quran oxumağı öyrənir ki, Quranı ticarət mətahı eləsin, insanların gözünə kül üfürərək, şarlatanlıq eləyərək, onun üstündən pul qazansın. Allah üçün mü oldu? Yoxsa dünya qazanmaq üçün mü oldu? Ona görə də əzizlər, müminin vəsfi ahirəti qazanmaq üçün zəkat verməkdən ötürü çalışmaqdır. Bir insan ticarət qurur ki, zəkat sahibi olsun, nisab sahibi olsun, zəkat versin. Zəkatı verərsə, qad əfləhə, nəcat tapdı. Bir insan çalışır, çapalayır, maşınım daha yaxşı marka olsun. Evim villa olsun. Binadakı 5 otaq olsun. Özü də zəkat verməyə çalışır. Arada bir zəkat verir. Verilən əməllər məqbuldur və deyildir, onu Allah bilər. Amma üsulu var, məqsəd var, niyyət var. Allah o zəkat üçün çalışanları ətəlaha, uğramağa, fəlaha nail olmağa tam zəmanət veribdir, fəlahı qazanıbdır deyibdir. O kəslərə ki, çalışması zəkat üçündür. Varranmaq üçün deyil, varranıb zəkat vermək üçün deyil, zəkat vermək üçün varranmağı arzuluyor. Müminin vəsi budur. وَالَّذ۪ينَ لِفُرُوجِهُمْ حَافِزُونَ وَالَّذ۪ينَ لِفُرُوجِهِمْ حَافِزُونَ O kəslər ki, övrət məhəllərini qoruyarlar. O kəslər ki, övrət məhəllərini qoruyarlar. Məlum məsələdir, haramdan, zinadan övrət məhəllərini qoruyarlar. Davamında Allah Subhanahu taala buyurur: İllə alə əzvacihim əv mə mələkət əymənuhum fə innəhum qeyru məlumin. Yalnız halal xanımları, həyat yoldaşları və bugün o yoxdur, kənizlər. Bunlara qarşı özünü hasur eləmək olmaz, caiz deyildir. İslamda tərk-i dünyalıq yoxdur. İslamda özünü tərk-i dünyalığa həsr eləyib Allahın vermiş olduğu bir qarizə, nemət və yaxud nə, bir instinkti tormuzlamaq olmaz. Halal yolundan, evlilik yolundan və yaxud keçmişdə var idi, cariyə yolundan bunun təminatında bir şey yoxdur. Və fəinnəhum qeyru məlumin. Onlar buna görə danlanmazlar, onlar buna görə qınanmazlar deyilir. Sonra buyurur Allah Teala Hazretleri: "Femen ibtega vera'a zalika. Femen ibtega vera'a zalika feulaika humul adun."
Kim ailesinden, hanımından ve tarihte olan cariyelerden başka bir yol aktararsa onlar asilerdir, Allah'a isyan etmişlerdir, Allah'ın koymuş olduğu haddi geçmişlerdir. Bu ayet-i kerime hakkında əzlər bir məsələyə azacıq izahat gətirmək istəyirəm. Adətən əhl-i sünnət etiqadında olan qardaşlar, azdan çoxdan məlumatı olan qardaşlar bu ayət-i kəriməni bizim siğə dediyə tanıdığımız şəri terminologiyada mutə nikahı deyilən nikah növünün caiz olmadığının dəlili olaraq göstərirlər. Yəni bu ayəni oxuyur Möminin surəsinin 3 ayəsi, deyir bu ayə əsasən siğə caiz deyildir. Niyə caiz deyildir? Çünki bu ayə Nisə surəsindəki ayəni nəsx edibdir, deyilir. Yanlış istidlaldır əzizlər. Səhv istidlaldır. Bu ayə Nisə surəsinin 24-cü ayəsini nəsx edə bilməz. Niyə? Çünki Müminin surəsi Məkki surələrdəndir. Məkkədə nazil olub. Nisə surəsi isə mədəni surələrdəndir. Mədinədə nazil olubdur. Məkkədə nazil olan, öncə nazil olan, sonra nazil olanı nəsx edə bilməz. Ona görə də bu ayənin, siğənin caiz olmamasında nasix, nəsx edən, ləğv edən ayə olaraq göstərilməsi yanlış istidlaldır, yanlış dəlil göstərməkdir. Bu zaman sual çıxır, ya xeyr ola, onda siğə caiz mi olur? Təbii ki, yox. Amma ayət-i kərimənin özü, özdüyündə siğənin caiz olmamasının müstəqil dəlilidir. Nəsx etmədən. Ayət-i kərimənin özü siğənin müstəqil dəlilidir ki, siğə caiz deyildir, haramdır. Necə? Allah nə deyir? İllə alə azvacihim av mə mələkət əymənuhum. Möminlər, fəlah tapan möminlər sadəcə evlilik həyatı xanımınla yaşayanlar və cariyələrlə yaşayanlardır. Sonraki ayə də möhrü vurur əzizlər. وَمَنْ اِبْتَغَ وَرَاءَ ذَٰلِكَ Bundan başqa bir yol axtaranlar, اُولَٰئِكَ هُمُ الْعَادُونَ Bu ikisindən başqa bir yol axtaranlar isyankarlardır, günahkarlardır. Bu ayə özdüyündə müstəqil olaraq onun dəlilidir və sadəcə bir izahatı bilmək lazımdır əzizlər. Resulullah sallallahu aleyhi və səlləm möminlərə Allahın təbii icazəsindən, Allahın rizasından, Allahın göstərişindən möminlərə müəyyən şərt daxilində, müəyyən mərhələ zaman arasında, müəyyən zaman kəsimində məlum olan siğə nikahını caiz eləmişdir, icazə vermişdir. Sonradan haramlığı geri yerinə qayıtdı. Və haram olmasının dəlili də budur. Bu ayəni nəsx edən bir ayə yoxdur. Kimsə deyə bilməz ki, bu ayəni hansı birisi ayə nəsx edibdir. Yoxdur. Və bu ayə özü də nasix deyil, amma müstəqil bir dəlildir ki, siğə nikahı caiz deyildir. وَالَّذِينَ هُمْ لِأَمَانَاتِهِمْ وَعَهْدِهِمْ رَاعُونَ O kəslər fəlah taparlar ki, verilən əmanətə və verdikləri əhdə riayət eləyərlər. Verilən əmanətə və verdikləri əhdə riayət eləyərlər. Əgər bir mömin, bir insan hər hansı bir şeyi əmanət olaraq götürürsə, əmanət dediyiniz zaman əzizlər, ağlınıza nə istəyir, gəlirsə o əmanətdir. Canımız əmanətdir. Bədənimiz əmanətdir. Malımız əmanətdir. Mülkümüz əmanətdir. Övlad əmanətdir. Valideyn əmanətdir. Həyat yoldaşı əmanətdir. İş əmanətdir. Cemaat əmanətdir. Qur'an əmanətdir. Sünnə əmanətdir. Allah'ın dini bir emanettir. وَعَرَدْنَا الْأَمَانَةَ عَلَى الْجِبَالِ وَالسَّمَاوَاتِ وَالْأَرْضِ عَلَى السَّمَاوَاتِ وَالْأَرْضِ وَالْجِبَالِ فَأَبَيْنَ أَنْ يَحْمِلْنَهَا وَعَرَدْنَا الْأَمَانَةَ عَلَى السَّمَاوَاتِ وَالْأَرْضِ وَالْجِبَالِ أَنْ يَحْمِلْنَهَا فَأَبَيْنَهَا Biz əmanəti yerə, göyə və dağlara təklif elədik, qəbul eləmədilər, etiraz elədilər.
Həmələhəl insan. İnsan götürdü. Fəkənə zəlumən cəhulə. Özü özünə zülm eləyən cahil oldu insan. Niyə? Çünki əmanətə riayət eləməz oldu. Məscid əmanətdir. Məscidin inventarı əmanətdir. İşlədiyin yerdə istifadə elədiyin inventar əmanətdir. İş sahibinin işi sənə əmanətdir. Ən rəzil, ən pis hallardan biri dəzdər. İş sahibi işi tələb eləyir. İşçi də hər fırrif işləməyib maaş almaq istəyir. Hərrən başını hərrə gün keçsin, eybi yoxdur. Fəhləliyini eləmə. Hərrən fırra başını hərrə gün keçsin, saatın bitsin, çıx get, işləmə. Amma maaş al. Maaş al. Əmanətin ən xəyanət edilən yerlərindən biri bu dəzdər. Adama tapşırırlar ki, qardaş, bu dükkanın arxasında, bu daxilin arxasında dayan, gələnə gedənə mənim malımı göstər, satı ilə. Xəyanət deyiriyəzlər, əmanətə xəyanət. Burada olan görünməmiş xəyanətlərdən birini sizə misal çəkim. Bazarlarda gedərsən, paltar alacaqsan özünə və ya bir şey alacaqsan. Ölçərsən, olmaq, üstünə olmadı. Dayan bir razmer böyük gətirirəm. Keçir o birisi yerə, qonşusunun yanına. Qonşusu əgər onu 3 manata satacaqsa, gəlir üstünə 5 manat deyir, 2 manat artıq qoyur. Qonşusuna xəyanət eləyir 1. Deyəcəm necə? Müştərisinə xəyanət eləyir 2. Əzizlər, bir zəhmət olmasa səhvlərinizi qabağa çəkin. Yer doldu, qardaşlar, hava istidir, biraz çöldə çox qalmasınlar. Bazarda sələfimizin, keçmiş o əməli salih əcdadlarımızın ədəbi əxlaqı bu idi. Hamısının dükkanı var. Müştəri gələr, məndən soruşar. İstədiyi mətahı məndə tapmadı. Deyərdi, qardaşım, 2 daxil keç, 3-cü daxildə sən istəyəndən var, get, bax, al ilə. Ədəb bu idi. Niyə? Çünki o qonşunun haqqı buna əmanətdir, bunun da haqqı ona əmanətdir. Ola bilər ki, o qonşu onu 10 manata satacaq. Qiyməti 5 manatdır. Bazarda normal halda sən 5 manata satırsan. Amma o qonşu ola bilər onu 10 manata satacaq və caizdir. Və alıcı da alacaq. Neynirsən? Oradan qazanacağın qəpik quruş xatirinə müştərini aldadır. Sən burada gözlə, mən gətirəcəm. Sən gedib gətirib o 2 manatı qazanmağa çalışanca sən Rəbbinə güvəndə deyən qardaş, mən də olanlar budur. Məndən sağ tərəfdəki qonşuda sənin istədiyin mallar var. Ged oradan al yenə. Amma oradan 2 manat qazanacaq, uğrayacaq. Onu da uğrasa. Niyə? Çünki müştəri də axmaq deyil axırı. Bu dəfə müştəri də bir bəhanə tapır, bunun göstərdiyini almır. Bilir ki, ora getdi. Gedir oradan özü alır. Bir-birini aldatmaqla olmaz, əzizlər. Əmanətə xəyanətdir. Qonşu qonşuya əmanətdir dedik. Müsəlman müsəlmana əmanətdir. Lə yəzlimuhu və lə yuslimuhu. Müsəlman müsəlmanı aldatmaz, müsəlman müsəlmanı köməksiz qoymaz. Amma elinir, olur. Və izə əhədu xənu. Əhd eləyərlərsə, xəyanət göstərərlər, pozarlar əhdlərini. Kimdir onların da, kimin əlamətidir bu söz? Münafiqlər. Resulullah sallallahu aleyhi ve sellem deyir, əlamətul münafiqi sələsə. Münafiqin əlaməti 3'dür. İzə təkəlləmə kəzzəbə. Danışarsa yalan danışar. İzə utuminə xanə. Və izə vəədə əxləfə. Etibar eləyərsən xain çıxar. Vəd verər, yerinə yetirməz. Bugün vəd verib yerinə yetirməmək priyomları var. Bir adam çarəsizdir, işsizdir, bir ehtiyacı var. Elə şirin vəd verər ki,
adamın qayğısı həqiqətən yadından çıxar ki, tamam, işim düzəldi. Amma o ona o vədi verməklə onu aldadıb, o ona o vədi verməklə onu başından eləməyə çalışır. Qardaş, deyilən ki, qardaş, məndə yoxdur. Adam geçsin, qayğısını çəksin, öz problemini həll eləməklə məşğul olsun. Sən adama niyə vəd verib onu arxayın salırsan? Mən deyəcəklər ki, pis adamdır. Ha, pis adam belə eləyir, pisliyi belə eləmiş oluruq. Bir insanı aldadıb, onu ümidvar eləyib, sonra onun ümidini puç eləməkdən pis bir şey yoxdur. Mümin isə buna yol verməz. وَلِعَمَانَاتِهِمْ وَعَهْدِهِمْ رَاعُونَ Əmanət verilərsə, onu gözləyər, riayət eləyər. Əhd verərsə, onu yerinə yetirər, ona riayət eləyər. وَالَّذِينَ هُمْ عَلَى صَلَوَاتِهِمْ يُحَافِظُونَ Baxın əzizlər, demişdim ha, Quran-ı Kərimdə maraqlı ayələrin sıralanması var. Qad əfləhəl müminun, hikmət içində hikmət. Qad əfləhəl müminun, bağlıydı hariya, ləalləkum tuflihuna. Ondan sonra deyir, vəllezine fi salatihim xaşiun. Ondan sonra əlamətlər sayır. Axırda nə deyir? Vəllezine hum li salavatihim yuhafizun. Namazlarını mühafizə edirlər, namazlarını qılarlar. Namazı tərk eləməzlər. Bax, iki namaz arasındakı əxlaqlara bax. Dediyi söz əməl eləyər. Əmanət qəbul elədirsə xəyanət eləməz. Haram işlə məşğul olmaz. Boş şeylə məşğul olmaz. Namazla başlayar, namazla bitər. Ona qədər Allah Subhanahu taala deyir, ayət-i kərimənin başqa yerində İnne salate tenha anil fahşai vel munkar. İnne salate tenha anil fahşai vel munkar. Həqiqətən də namaz pisliklərdən və yaramazlıqlardan qoruyar. Hansı namazdır o? Bax, bu ayət-i kərimənin, bu surənin vəsf elədiyi müminin namazıdır. Əgər namazından namazına müminin arasında yalan, hər şey varsa, iki namaz arasında müminin hər əməli varsa, salih əməldən başqa, Allahümə bizi islah elə. Onda məsələ heç də Allahın istədiyi Peyğəmbərin buyurduğu kimi deyil demək istər. Bir müminin halı, namaz qılan müminin halı iki namazın içindəki kimi olacaq. Bir mümini götür o iki ayənin arasına qoy, əgər oraya yerləşdirsə, demək o haqqınla mümindir. Deyilsə, demək hələ onun mən müminəm, mən aliməm, mən nəyəm deyib iddia eləyib, uzun böyük danışması özünə zərərdən başqa bir şey verməz. Özünə zərərdən başqa bir şey verməz. Ulaika humul varithun. Onlar varislərdir. Varis nədir? Bir şeyə sahib olan. Ulaika humul varisun. Hak nazilir üzülümləzdir. Bütün bu yaramazlıklar, bütün bu xətalar enində, sonunda mütləq amma mütləq əhl-i sünnət olaraq, müsəlmanlar olaraq etiqadımız budur. Bu dünya düzələcək. Bu kitabda vəsf olunan müminlər dünyanın varisi olacaq. Var mı yolda gedənlər? Var mı dünya varisi olmaq istəyənlər? Olsun da Allah müvəffəq eləyəcək. Yetər ki, əvvəl özündən başlasın. Əllezine yerisunel firdevse hum fiha xalidun. O varislərə bilirsinizmi nə düşəcəklər? Əllezine yerisunel firdevs. Onlar Firdevs cənnətinin varisləri olacaqlar. Dünyanın islahından, bəşərin islahından, dünyanın fəlahından, dünyaya sahib olandan sonra, dünyada adil nizam qurulandan sonra nə olacaq? Bir dənə meh gələcək, möminlərin canını alacaq, Allah onları aparacaq haraya? Firdevs cənnətinə. Mömin qul qiyamət əzabı görməyəcək, o qiyamət qorxusu görməyəcək. Qiyamət fitələrini qormayacaq. Qiyamət kafirin və müşrikin və digərinin başına qopacaq. Mömin qul onu görməyəcək. Cənnətə sahib olmaq dünyadan keçər əzizlər. Ədəb, əxlaqı islah eləməkdən keçər əzizlər. Buraya qədər ayət-i kərimə
müminlerin vəsfini verir. Bir mümin necə olacaq? Bir müminin davranışı necə, nə şəkildə, nə əsasda olacaq? Bunu ayət-i kərimə vəsf edir əzizlər. Ondan sonra heç əlaqəsi yoxkən, heç gözlənilməz bir şeydi halda bizə elə gəlir ilkin mərhələdə. Allah subhanahu wa ta'ala insanın yaradılış mövzusuna keçər. Mümindən danışır, namaz qılar, namazına davam eləyər, namazını tərk eləməz, haram yeməz, odur, budur. Ondan sonra bir dənə deyir ki, İnnə xələqnəl insənə, biz insanı yaratdıq. Hikməti nədir? Niyə Allah subhanahu ta'ala nə hikmət ki buyurur ki, bundan sonra وَلَقَدْ خَلَقْنَا الْاِنْسَانَ مِنْ سُلَالَةٍ مِنْ طِينٍ Biz insanı bir cil sülaləsindən yaratdıq. Biz insanı bir cil sülaləsindən yaratdıq. Niyə görə Allah subhanahu ta'ala birdən-birə buradan insanın yaradılışına keçir? Ona görə kəzlər, ona görə ki, İnsanın özünün təbiətində belə bir şey var. İki insan bir-birinə mübahisə eləyəndə birisi o birisini, yəni fərqi yoxdur, ikisi də bir-birini ayıltmaq üçün, dayandığı mövqedə xətakar olduğunu bildirmək üçün nə deyər? Keçmişinə nəzər sal, deyərikmi? Kim olduğunu yadına sal, deyərikmi? Nədir belə yekə-yekə danışırsan, böyük-böyük danışırsan? Dünənki günün yadına sal, kimsən onu yadına sal, deyərikmi? Deyərik. Əgər həqiqətən də deyən adam deyilənin keçmişində onu susturacaq bir şeyi bilirsə və deyilən də bundan xəbərdardır ki, həmin şeyi bu adam bilir, həqiqətən geri çəkər, yığışırlar. Niyə? Çünki artıq danışacaq sözü yoxdur. Çünki artıq xəta sahibidir. Çünki artıq sözünlə əməli ziddir. Baxın əzizlər, eyni şuur sahibi, eyni təfəkkür sahibi olduğumuza görə Allah subhanahu wa ta'ala eyni üsulda bizə xitab eləyir. Ay insanoğlu, kibir eləyirsən, təkəbbür göstərirsən, iman eləmirsən, namaz qılmırsan, ahirətdən kim gəldi deyirsən, Firdovsu kim gördü deyirsən, bir keçmişinə nəzər sal. Keçmişinə nəzər sal, gör, nəsən sən? Bir cil sülaləsi deyilsənmi? Cil sülaləsi deyərkən Allah subhanahu ta'ala nəyi nəzərdə tutur əzizlər? Cil sülaləsi, yəni torpaq mərhələlər keçər. Torpaq mərhələlər keçər, ondan sonra o cil meydana gələr. Torpaq ərinər, süzülər, axar, nə bilim, uzun bir məsələdir. Ən çox cil harda olar? Bunu geologlar daha yaxşı bilər. Ən çox cil köhnə dənizlərin dibində olar. Ən çox cil dənizlərlə çayların qovuşduğu yerdə olar. Dağın başında cil tapa bilməzsən. Orada qum çox olar. Və bu cil bura necə gəlibdir? Əziz qardaşlar, davamlı sülalə şəklində seçilərək, yuyularaq, daş qalır, qum qalır filan, yuyularaq, seçilərək gil torpaqdan seçilib, torpağın ən mümbit, ən keyfiyyətli səviyyəsinə gəlir və ən narın bir hala gəlir. İnsanoğlu, səni Allah subhanahu ta'ala bu şəkildə süzə səni bir cildən yaradıb. وَلَقَدْ خَلَقْنَا الْاِنْسَانَ مِنْ سُلَالَةٍ مِنْ طِينٍ ثُمَّ جَعَلْنَاهُ نُطْفَةً فِي قَرَارٍ مَكِينٍ Ondan sonra da onu qorunmuş, bərk, gözəl mühafizə olunmuş bir yerdə nütfiyə çevirdik. Baxın əzizlər, dinsizlər, mülhidlər, ateistlər, insan nədənsə yaranıb deyənlər, bu incəlik qarşısında sadəcə kar və kördürlər. Və sizə bir xatirətimi xatırladım bu məqamda. Tələb olan vaxtlar ateist bir sosiologiya müəllimimiz var idi. Və bir baxtafa günümüz var idi,
Bir zamanlar ateistlərlə, dinsizlərlə mübahisə edirdik, indi bir-birimizlə mübahisə edirik. Bir zamanlar ateistlərlə din var, Allah var deyə didişirdik, indi bir-birimizi didirik. Ateistlə mülhid öz keyfindədir, gən öz işini tutur. Bununla söhbətimiz var. İnsanın cildən yaranması. Dedi ki, Quran-ı Kərimdə ziddiyyətlər doludur. Bir yerdə deyir qan laxtasından yaradıb, bir yerdə deyir sudan yaradıb, bir yerdə deyir cildən yaradıb. Nətər olur bunun, belə şey olur mu? Nətər olur Quran bir insanın, bir varlığın gah deyir qandan, gah deyir sudan, gah deyir torpaqdan. Belə şey olmaz, ziddiyyətdir. Allah Allah. Ziddiyyətdir. Amma ziddiyyət deyə bir şey yoxdur sizlər. Bugün belə hamımız, övladlarımız torpaqdan əmələ gəlir. Lə şəkkə. Heç bir də şəkki şübhəsi yoxdur. Bugün doğulan uşaq torpaqdan əmələ gələrlər. Necə? Bir insanın qidası ya bitki mənşəlidir, ya heyvan mənşəlidir. Üçüncüsü yoxdur. Əgər varsa məni xəbərdar edin. Ya bitki mənşəlidir, ya heyvan mənşəlidir. Bitki mənşəlinin yolu qısadır. Bunu hələ kənara qoyaq. Bir insanın qidası heyvan mənşəlidir. Heyvan nədir? Ya bitki mənşəlidir, ya heyvan mənşəlidir. Heyvan yiyən heyvanları Allah bizə haram eləyibdir. Yemərik. Canavar əti, şir əti Allah bizə haram eləyib. Yediyimiz nədir? Qoyun əti, inək əti, ceyran əti, cüyür əti, ot yiyənlər. Fil əğləb. Aha. Bir insanın yeməyi heyvandır. Bir heyvanın yeməyi otdur. Otun yeməyi nədir? Torpaqdır. Və sudur. Və Resulullah sallallahu aleyhi ve sellemin əzdər bir hədisini xatırladacağım sizə. Deyir, ya məşərə şəbəb, mən istətəə minkumul bəə fəl yətəzəvvəc. Və mən ləm yəstəti' fəleyhi bissiyəm fə innə lissiyəmi vəcə. Ey gənclər, sizdən ailə saxlaya biləcək gücdə olanlar evlənsin. Ailə saxlayacaq gücdə olmayanlar oruç tutsun. Çünki orucun bir sındırması vardır. Hamımız bilirik nə sınır? Yemək yeməsə bir insan oruç tutsa, onun qanı nəsil hüceyrələrini süzməz. Azalır, sıfıra iner. Bir insan nə qədər çox yersə, insanın belində nəsil hüceyrəsi bir o qədər çox süzülər. Necə? Nəsil hüceyrəsi qanın ən sonda süzülüb verildiyi bir məhsuludur. Qan bütün bədənə işləyər, bütün bədənin ehtiyaclarını ödəyər, hərəkətini, enerjini, filanını, axırda o yeməkdən qalanı bədən istehzal eləyər, nütfiyə çevirər. Bu gün də belə insan torpaqdan yaranır əzizlər. Sadəcə bunu tədəbbür eləmək lazımdır. Sadəcə bunu başa düşmək lazımdır. Macalımız yoxdur. Bunu düşünüb danışmağa imkanımız yoxdur. Bir-birimizi didməklə məşğuluyuq. ثم خلقنا النطفة علقة فخلقنا العلقة مضغة فخلقنا المضغة عظاما فكسونا العظام لحما ثم أنشأناه خلقا آخر فتبارك الله أحسن الخالقين. Ondan sonra əzizlər, Allah subhanahu wa ta'ala insanın ana bətnindəki formalaşma mərhələsini danışır. Təbii bizim məqsədimiz burada hər ayəni geniş-geniş danışmaq deyil, çünki vaxtımız yetmir. Ona görə də Allah subhanahu wa ta'ala insanın ana bətində formalaşma və yetişmə mərhələlərini mərhələ açıq şəkildə deyir. Sadəcə sual. Sadəcə sual. Mikroskopu olmayan, rentgen şüası olmayan, heç bir təhsili olmayan, adi, sadə, sıradan, ümmi bir insan olan aleyhissalatu vesselam bunları hardan bilə bilərdi? Bunları necə bilə bilərdi? O zaman insanoğlu ağlını başına toparla, qad əfləhəl müminun siyasına düşmək üçün çalış. Onun üçün çalış. Başqası ləğvdir, mələyanidir, boş şeydir, faydasızdır.
Fətəbarəkallahu əhsənul xaliqin. Yaradanların ən gözəli olan Allah nə uludur, onun şəninə, şöhrətinə, subhanahu wa ta'ala izzətinə həmdü sənalar olsun. Burada gəncləri adətən beynini dolaşdırmağa çalışan insanların bir sualının cavabını verməyə çalışaq əzlər. Fətəbarəkallahu əhsənul xaliqin. Yaradanların ən gözəli. Allahdan başqa yaradan mı var? Allah subhanahu ta'ala niyə kitab-ı kərimində Fətəbarəkallahu əhsənul xaliqin deyir? Nədir hikmət? Hikmət əzizlər budur ki, Allah subhanahu wa ta'ala xitab eləyir kimə? Müşriklərə. Müşriklərə xitab eləyir. Və müşriklərə xitab eləyən zamanda onların zurən və böhtanən Allah subhanahu wa ta'aladan başqasına yaratma isnat elədiklərini onların diqqətinə çatdırmaq üçün bu şəkildə xitab eləyir. Fətəbarəkallah əhsənul xaliqin. İnşallah bu söhbətimizi qaldığımız yerdən Allah sağ saxlayarsa gələn cüməmizdə davam eləyərik. Subhana rabbika rabbil izzati amma yasifun və salamun alel mursalin velhamdülillahi rabbil alamin. Selamun aleykum və rahmetullah.